Qoç, astroloji şərait qoçlar üçün elə də əlverişli şəkildə formalaşmır. Bugün öz işlərinin idarə olunmasını heç kimə etibar etməməlisiniz. Həmçinin borc vermək və ya investisiya etmək risklidir. Bugün ən çox ünsiyyət üçün uyğundur. Şəxsi məqsədlərinizdə, eləcə də işgüzar əlaqələrin qurulmasında cazibənizdən istifadə etməyə çalışın. Vasitəçilərin və ya sponsorların köməyindən imtina etməyin. Bugün onlar səxavətli olacaqlar. Təvazökarlığı bir kənara qoyun və bəlkə də planlaşdırdığınız layihələrin həyata keçirilməsində ciddi maddi dəstək əldə edəcəksiniz. Buğa. Bugünün şəraiti buğalara rəhbərlikdən tapşırıq aldıqdan sonra onun icrasına tələsməyi tövsiyə edir. Çox güman ki, bugün karyera yüksəlişində yeni zirvələri fəth etmək, həmkarlarla qarşılıqlı faydalı münasibətlər qurmaq lazım gələcək. Qarşıya qoyulan məqsədin həyata keçirilməsinə cəsarətlə irəliləyin, lakin maddi maraqlarınızı açıq şəkildə qabartmamağa çalışın. Eyni zamanda onları da nəzərdən qaçırmaq olmaz. Əkizlər, bugünkü gün diplomatik fəaliyyət üçün əlverişlidir. Danışıqlar aparmaq üçün namizədliyinizi irəli sürün. Rəhbərlik və iş yoldaşlarınız təşəbbüsünüzü yüksək qiymətləndirəcəklər. Əkizlərin şəxsi həyatında isə çox güman ki, şərait romantik və sevgi münasibətlərində xoş bir yeniliyin yaranmasına səbəb olacaq. Lakin həddindən artıq israrçı olmayın. Çünki bu, hazırda yalnız zərər verə bilər. Bugün yaxın insanlar elə davranacaqlar ki, sanki ən xırda vəziyyətlərdə belə ədaləti müdafiə etmək üçün fürsət gözləyirlər. Xərçəng. Astroloji vəziyyət Xərçəng bürcünün nümayəndələri üçün əlverişsiz şəkildə formalaşır. Sözün əsl mənasında səbəbsiz yerə baş verən mübahisələr, zahirən ən uğurlu görünən münasibətləri belə zəhərləyə bilər. Eyni zamanda bu cür toqquşmalar güclü enerji axını gətirir və siz artıq uzun müddətdir ki, belə bir güc artımını hiss etməmisiniz. Evdəkilərlə bağlı bütün xoşagəlməz hallar iş sahəsindəki uğurlarla artıq əksik kompensasiya olunacaq. Sadəcə üzərinizə bacardığınızdan artıq yük götürməyin. Sabah yeni iş təklifi olunarsa razılaşın. Şir. Aktiv və hadisələrlə zəngin bir gündür. Ulduzlar şirlər üçün sürpriz hazırlayıb. Bugün uduş və ya uğurlu maliyyə yatırımı sayəsində maddi vəziyyətin yaxşılaşması istisna deyil. Hər şey mümkündür. Siz varlı bir mirasçı ola və ya işdə sərfəli bir vəzifə əldə edə bilərsiniz. Böyük ehtimalla şirlərə yaxşı və çox yaxşı bir vəzifə arasında seçim təklif olunacaq. Bugün hər şey gözlənilmədən və ən yaxşı şəkildə cərəyan edəcək. Sadəcə uğurdan başınız dönməsin. Qız. Bugün qız bürcünün nümayəndələrinin mənəvi və yaradıcılıq imkanları artır. Bugün təşəbbüskarlıq və əmək fəaliyyəti xüsusilə səmərəli olacaq və artıq günün sonuna doğru gördüyünüz işin nəticələri nəzərə çarpacaq. Üfüqdə yeni, maraqlı bir iş və ya romantik bir maraq görünür. İnsanın biraz dincəlmək və ya harasa səfər etmək istəyi yaranır. Çox güman ki, fiziki cəhətdən aktiv istirahətlə məşğul olmaq arzusu meydana çıxacaq. Tərəzi. Bugün tərəzi bürcünün nümayəndələrini tamamilə iş məşğul edəcək və bu bütün gücün və bacarığın səfərbər olunmasını tələb edəcək. Həyat təcrübəsi sizin sərvətinizdir və məhz o, düzgün qərarı tapmağa kömək edəcək. Böyük ehtimalla eyni vaxtda bir neçə işlə məşğul olmalı olacaqsınız. Cari işlər, tərəfdaşlarla münasibətlərin qurulması, həmçinin rəqiblərlə bağlı problemlərin həlli, lakin əvvəlcədən ümidsizliyə qapılmağa dəyməz. Əqrəb, əgər bugün ətrafınızdakıların sizə nə demək istədiyini və sizdən hansı addımları gözlədiklərini anlamaqda çətinlik çəkdiyinizi hiss etsəniz, bu çox güman ki, dayanıb bütün yaxşı və pis cəhətləri ölçüb biçmək lazım olduğunun doğru bir işarəsi olacaq. Bugün planetlərin mövqeyi əqrəblər üçün o qədər də əlverişli deyil və nəhayət başqalarının problemləri sizin qayğınız olmamalıdır. Oxatan. İşdə və işgüzar sahədə yaranan istənilən xoşagəlməzlik oxatanlar üçün daha ehtiyatlı olmağa və diqqəti aktual vəzifələrin həllinə yönəltməyə birbaşa çağırışdır. Ətrafdakılara dünyanın güya sizin ətrafınızda fırlandığını göstərmək üçün narahat davranışlara yayındırmaq əvəzinə əsas işlərə fokuslanmaq daha məqsədə uyğundur. Məcazi desək, oxatanların bugünün reallıqlarının öhdəsindən gəlmək üçün hər cür imkanı var. Oğlaq, əgər yaxın keçmişdə siz öz dünya görünüşünüzdə sərt intizam, bərabərdir uğur və hörmət kimi sadə bir uğur formulu qurmusunuzsa, bugün bu əsaslar ciddi sarsıla bilər. Oğlaq bürcünü öz fəlsəfəsini yenidən gözdə keçirməkdə təsadüfi bir hadisə və ya gözlənilmədən əldə edilən məlumat kömək edəcək. Dolça.
Bugünkü gün üçün bütün iştirakçıların əvvəlcədən bağlanmış razılaşma və ya tədbirdə öz rolunu dəqiq bildiyindən əmin olun və bunu bir daha yoxlayın. Planetlərin mövqeyi Dolça bürcü üçün asan olmayacağını göstərir. Ətrafınızdakı insanların hərəkətlərini öz məqsədinizə uyğun yönəltmək üçün bütün ehtiyat gücünüzə ehtiyacınız olacaq. Balıqlar, bugünün həm gözəlliyi, həm də ironiyası ondadır ki, açılan imkanları görmək bacarığı yalnız balıqlardan başqa heç kəsdə mövcuddur. Bugün sizin üçün hadisələrin pis inkişafını gözləmək daha asan olacaq. Sonra isə həqiqi təəccüblə görəcəksiniz ki, hər şey sizin xeyrinizə çevrilir.